Salam dostlar, hər birinizi xoş gördük. Toyuqlar və Cücələr kanalından hər birinizi salamlayıram. Dəyərli dostlarımız, bu gün mən sizlərə cücələrə kalsium qlükonatın verilmə qaydasını izah edəcəm. Ümumiyyətlə kalsium qlükonat nə cür verilir? Kalsium qlükonatın verilmə qaydası hansı cürdür və bundan əlavə kalsium qlükonatın cücələrdə və yaxud da ki, çolpalarda nə kimi xüsusiyyətləri var? Tezliklə bundan xəbərdar olacaqsınız. Dəyərli dostlarımız, videomuza keçməmişdən öncə hamıdan çox xahiş edirəm. Kanalımıza abunə olun, bəyənin, paylaşın ki, bilməyənlərin də qarşısına çıxsın və eyni zamanda bilməyənlər də bu gözəl məlumatdan faydalansınlar. Bir qeydi də nəzərinizə çatdırım ki, dostlar, mən bütün videolarımda paylaşdıqlarımı öz praktikamda təcrübədən keçirib və daha sonra bunu mən sizlərlə paylaşıram. Nəysə dostlar, keçdik videomuza. Hörmətli və dəyərli dostlarımız, videonun əvvəlində də mən sizlərlə paylaşmışdım ki, kalsium qlükonatın cücələrə və yaxud da ki, çolpalara verilmə qaydası nə cürdür? Bu haqda sizlərlə paylaşacağım. Ümumiyyətlə, gəlin ilk öncə biz nəzər salaq ki, kalsium qlükonatı biz hardan alırıq? Kalsium qlükonat insan apteklərində satılır, çox münasib qiymətədir. Bir dənəsi səhv etmirəmsə 20-30 qəpik civarında dəyişir. Ekranda da görürsünüz 1 qram, yəni 10 milli. 10 litr suya 2 ampulanı verməklə daha rahat şəkildə istifadə edə bilərsiniz. Və bir şey də vurğulayım ki, dostlar, kalsium qlükonatın əsas üstünlükləri, yəni cücələrə nəyə görə verilməlidir, bu haqda qısaca məlumat verim. Dostlar, kalsium qlükonat cücələrin inkişafını dəstəkləyir, iltihabı prosesi aradan qaldırır və eyni zamanda əgər indi olur cücələrdir, say çox olanda və yaxud da ki, olmayanda soyuq olur, soyuq dəyməsinin aradan qaldırılması üçün möhtəşəm qarışımdır və eyni zamanda kalsium qlükonat cücələrin əzələ və skelet hərəkət dayaq sistemini dəstəkləyir. Və bundan əlavə mən bir şey də vurğulamaq istərdim ki, dəyərli dostlarımız, kalsium qlükonatı həddindən artıq çox verməyin. Verərsinizsə cücələrinizdə qanlı ishal qaçılmazdır. Yəni qanlı ishalın olma riski var. Bundan əlavə dostlar, sual oluna bilər ki, bəs yaxşı Sadiq, biz kalsium qlükonatı cücələrə hansı gündən sonra vermək məqsədə uyğundur? Dostlar, 20-ci günündən sonra, 20-ci günə qədər verməyə ehtiyac yoxdur. 20-ci gündən sonra verdikdə siz cücələrinizin nə cür hündürboy, cüssəli və ətli olduğunun şahidi olacaqsınız. Bir çox kanallarda qarşıma çıxır dostlar, kalsium qlükonatı 1 litr suya 5-6 ampul qatmaq şərti ilə verilir. Bu dostlar, heyvanlarımızın, yəni ələxüsus cücələrimizin böyrəklərini və qaraciyərini yüklüyürük və bu da nəticədə cücələrimizin tələfatına və yaxud da ki, kütləvi tələfatını gətirib çıxarda bilər. Buna görə diqqətli olun. Dostlar, ekranda gördüyünüz 1 litr, 2 litrlik balondur, amma burada gördüyünüz 1 litrdir. 1 litr suya nə qədər mən kalsium qlükonat verəcəm. Baxın, mən videodan öncə dostlar kalsium qlükonatın ağzını artıq sındırmışam ki, vaxtımız itkiyə getməsin. Bu cür qaydada biz kalsium qlükonatı suya qatırıq. Bu birinci ampul dostlar. Yəni bir şey də vurğulayım ki, dostlar, sual oluna bilər ki, bunun tabletka forması da var. Tabletka formasını vermək o effekti almayacaq. Yaxşı olar ki, elə ampul, yəni su formasında daha yaxşı olsun. 2 litr suya, üzr istəyirəm, 1 litr suya 2 dənə ampul, yəni 20 milliqram bizə polnu bəs eləyir və işimizi görür. Yəni bu qədər rahat, bu qədər bəsit, dəyərli dostlar. Kalsium qlükonatlı suyun faydaları əslində çoxdur, dəyərli dostlarımız. Ələxüsusdakı cücələrin inkişafında mühüm bir rol oynayır. Çox möhtəşəm bir rolu var. Əminəm ki, siz də öz təsərrüfatınızda bunun istifadənizdən keçirdəcəksiniz və nəticəsini görəcəksiniz. Və bundan əlavə kalsium qlükonatı verdiyiniz cücələrdə xəstələnmə riski olduqca aşağı düşür və eyni zamanda cüssəli, ətli və daha dözümlü və immuniteti möhkəmlənir. İmmunitet də möhkəmləndikdən sonra bizə başqa bir şeyə ehtiyac yoxdur dostlar. Bu qədər rahat, bu qədər sadə, bu qədər bəsit. Belə, dəyərli dostlarımız, qısa və konkret kalsium qlükonatın xeyirləri haqqında, ümumiyyətlə nəyə rol oynayır, Google Chrome'da siz axtarış verməklə bu haqda daha geniş məlumata sahib ola bilərsiniz. İstifadə qaydası məndən bu qədər dostlar. Unutmayın, ömrü verən Allahdır, canı verən Allahdır. Biz sadəcə bir vasitəyik. Sadəcə olaraq öz maraqlarımızda, yəni öz hobbimizdə bunu daha yaxşı edirik ki, daha da yaxşı zövq ala bilək.
Sağ olun, var olun, Allah'a əmanət olun.